Azərbaycan-Fransız Universitetinin tələbələri arasında proqramlaşdırma üzrə hakaton yarışması keçirilib. Müsabiqədə UFAZ-la yanaşı Azərbaycanın 8 universitetindən 30-a yaxın komanda iştirak edib. Hərəsi 3 nəfərdən ibarət komandalar kənd təsərrüfatı, texnologiya, ətraf mühit, maliyyə, səhiyyə və su təsərrüfatı sahələrinə aid tapşırıqlarla bilik və bacarıqlarını nümayiş etdiriblər. Yarışın sonunda 24 komanda münsiflər heyətinə nəticələri təqdim edib. Müsabiqə iştirakçılarına sertifikatlar verilib, sonda isə qaliblər müəyyənləşib. Bizim mövzumuz agrar mövzuydu, agriculture mövzuydu və bizim əsasən problemimiz oydu ki, gələcək su basmaları necə qabaqcadan bilmək olar və qarşısını almaq olar. Hakaton yarışmasında ikinci yerə çıxdığımız üçün çox sevincliyik, çox qürurluyuq. Birinci kurslar olaraq bu bizim qatıldığımız ilk yarış idi. Gözləmirdik, çox çalışdıq, əziyyət çəkdik üstündə və çox sevincliyik ki, bizim proyektimiz ikinci yerə çıxdı. Biz gördük ki, belə bir yarışma olacaq. Dostlarıma bunu bildirdim və dedim ki, niyə də ki iştirak eləməyək. Və iştirak edəndən sonra da yer tutmamız, yəni düşünürdük ki, ilk yerlərin birinə girəcək, ancaq yer tutmamız bizə çox böyük bir sürpriz oldu. Proyektimiz də qeyri-səlis məntiq nəzəriyyəsinin tətbiqi idi, kənd təsərrüfatında tətbiqi idi.